Mədəyə ən xeyirli olan yeyəcək sulu yeməklərdir. Mən də sulu yeməkləri çox sevirəm. Hələ ki lobya supu mükəmməl olur. İlk olaraq yağ supunu hazırlayıram. Üzərinə biber və tomat pastası. Ardınca isə bişmiş olan lobyaları qazançaya əlavə edirəm. Suyu, bulyon varsa bulyonu, kvadrat şəklində doğradığım kartofları və alça turşusunu, ədviyyatları unutmaq olmaz. Duz istiyor. Üzərinə mütləq keşniş vurun. Çox dadlı olacaq. Tərəvəzləri fərqli pişirməyi çox sevirəm. Eynən bu lobya kimi. Bu səfər lobyanı ətlə sınadım. İnanın çox ləzzətli oldu. Bilmirəm aranızda pişirənlər var ya yox. Bizim evin ən sevilən yeməyidir. İlk olaraq ətləri biraz kənarda bişirirəm. Sonra isə eynən görüldüyü kimi hazırlayıram. Sadəcə lobyanı ikiyə bölüb, böldüyüm hissəni də ikiyə ayırıram. Mənim lobyam yaydan qalan buzluq lobyasıydı. Siz mövsümü ikən təzə lobyadan hazırlayın. Artıq sezonudur və biber dolması tez-tez hazırlanacaq. Mən də keçən gün sevərək hazırladığım biber dolmasını sizinlə bölüşmək istəyirəm. Hər zaman olduğu kimi istifadə etdiyim bütün ərzaqları və ədviyyatları açıqlama hissəsində qeyd edəcəm. Siz isə bəyənməyi və yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. Qışda hər şey olsa da yazdakı kimi ləzzətli olmur. Mütləq siz də bu üsulla biber dolması hazırlayın. Bugün sizlərlə çox ləzzətli sobada tərəvəz salatı resepti bölüşəcəm. Əmin olun ki, bu salatdan sonra evdə brokoli və gül kələmi sevməyən varsa, inanın çox sevəcəklər. İstifadə etdiyim bütün tərəvəzləri miqdarı ilə aşağı hissədə mütləq qeyd edəcəm. Sizdən xahişim bəyənib yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. Gələk salatı hazırlamağa. İlk olaraq gül kələmi və brokolini hissələrə ayırıb 5 dəqiqə qaynar suda pörtlətdim. Sonra isə soba listinə yığaraq 15-20 dəqiqə qızartdım. Ardınca isə qatıqla bu şəkildə servis etdim. Siz də hazırlayın və nuş edin. Qış hazırlıqları ilə davam edək. Xiyar turşusu bağladım. Bilirsiniz, xiyar həm salatlarda istifadə olunur, həm də gündəlik həyatımızda yeməklərin yanına şorba olaraq çox gözəl yaraşır. İlk öncə onu deyim ki, xiyar turşusu üçün tikanlı xiyardan istifadə edin. Aldığınız xiyarı bol su ilə yuyun. Tərəvəzlər isə çox asan. Sarımsaq, dəfnə yarpağı, qurudulmuş şüyüd, duz, limon duzu, şəkər və sirkə. Acılı sevmədiyim üçün yarım biberdən istifadə elədim. Siz əgər acılı sevirsinizsə bir biberdən də istifadə edə bilərsiniz. Üstünə isə qaynar su əlavə etdim. İnanın ki, qaynatmadan, heç bir yeri par etmədən çox gözəl xiyar turşusu məhz bu cür bağlanılır. Hazırladığım turşu xoşunuza gəldisə, bəyənməyi və yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. Yazın ən sevilən ətli yeməyi bu ola bilər. Təzə biber, pomidor, badımcan və hazır qiymə ətlə süfrələrinizi bəzəyəcək bir resept daha. İsti günlərdə ət yeməyi sevməyənlər belə məncə bu çığırtmanı sevərək yeyəcək. Mən bu yeməyi çox sevirəm. Sizlər necə yaz yeməklərini sevirsinizmi? Həm yüngül, həm də bol vitaminli, olduqca da ləzzətli olan bu yemək üstünə qatıq, yanında da doğramaçlan mükəmməl bir yaz seçimi ola bilər. Hazırlayan hər kəsə indidən nuş olsun.
İlk dəfə 19 il öncə yediyim bu ləzzət indi süfrəmin ən gözəl təamlarından birinə çevirib. Çiğ köftəni necə hazırlayıram? Gəlin sizinlə onu bölüşüm. Bir Urfalı gəlini olaraq deyə bilərəm ki, çiğ köftənin içərisinə nə gedirsə, mən də sizə onu ötürməyə çalışıram. Urfada bu köftə əllə yoğrulur. Mən isə yoğurma maşınında bu işi həll edəcəm. Aşağı hissədə nəyi nə cür istifadə etdiyimi sizə miqdarı ilə qeyd edəcəm. Onu deyim ki, mən 2 çeşid bulğurdan istifadə edirəm, sarı və qara bulğur. Sizə tövsiyəm hazırlamadan öncə açıqlama hissəsini mütləq diqqətlə oxuyun. Hazırlayan hər kəsin indidən əlinə sağlıq. Damaqlarda asılılıq yaradacaq bu plovdan şiddətlə hazırlamanızı tövsiyə edirəm. Həm lobyanın mövsümüdür, həm ləzzətlidir, həm də çox asan bir. İlk olaraq soğançanı yağda qovururuq. Öncə yuyub doğrayıb hazırladığımız lobyaları üzərinə əlavə edirik. Ardınca isə pomidorun rəndələnmiş sokunu üzərinə əlavə edib duzunu, sarı kökünü qatıb qapağını da bağlayıb bişməyə buraxırıq. Sonra isə üzərinə yuduğumuz düyünü əlavə edirik. Düyünü əlavə etdikdən sonra miqdarı ilə suyu əlavə edib bişməyə qoyuruq. Tam bişdikdən sonra dəmdə 2-3 dəqiqə saxlayıb bu şəkildə nuş edirik. Hazırlayan hər kəsə indidən nuş olsun. Bizim evin ən çox sevilən çorbalarından yayla çorbasıdır. Bu, dadı etibarilə dolğaya bənzəsə də hazırlaması dolğadan çox asandır. Mütləq qeyd etməliyəm ki, istifadə etdiyim ərzaqları və istifadə qaydasını aşağı hissədə qeyd edəcəm. Hətta bunu 10 aydan yuxarı körpələrinizə də istifadə edə bilərsiniz. Lazım olan ərzaqlar isə düyü, qatıq, yumurta, duz, duru yağ, nanə və istiotdur. Çox asan, çox ləzzətli bir çorbadır. Hətta yayda da soyuq halda yeyilə bilər. Hazırlayan hər kəsə indidən nuş olsun. Allah süfrələrimizə bol bərəkət versin. İllər əvvəl bu üsulu Türkiyədə öyrənmişdim. O gündən bəri lobyanı bu şəkildə bişirirəm. Bütün tərəvəzləri doğrayıram və tavanın ağzını bağlayıram. Tavanın ağzını açdığımda yemək artıq yağa düşmüş və çox ləzzətli bir hal almış olur. Türkiyədə bu yemək yumurtasız, bizdə isə yumurtalı sevilir. Açıqcası söyləyim, mən yumurtalı daha çox sevirəm. Yumurtasını isə çalışıram bişməyə yaxın vurum, elə daha ləzzətli olur. Bu üsulla hazırlayan hər kəsə indidən nuş olsun. Artıq evdə ləzzətli sucuq hazırlamaq mümkündür. Bunun üçün bizə damarsız az yağlı malati, ədviyyatlar, sarımsaq və zeytun yağı lazımdır. İlk olaraq əti ət çəkən maşının ən xırda gözündən 3 dəfə çəkirik. Yağını, ədviyyatlarını, sarımsağını əlavə edib təqribən 20-25 dəqiqə yaxşıca yoğururuq. Sonra isə videodakı kimi şəkil verib öncə 2 saat soyuducunun aşağı hissəsində, sonra isə buzluq hissəsində saxlayırıq. Lazım olduqca çıxartıb istifadə edirik. Hazırlayan hər kəsə indidən nuş olsun. Çiyələkdən çox ləzzətli bir desert hazırladım. Yaxın əyləşin sizinlə də bölüşəcəm. Onu qeyd edim ki, ilk aldığım çiyələyə qismət olmadı. İlk aldığım çiyələk yubarı olduğu üçün aldığımdan bitməyi bir oldu. İndi keçək əsas məsələyə, desertimizə. Mən keti dili ilə hazırladım. Siz piçeyni yaxud da kekslə də hazırlaya bilərsiniz. Tiramisu'nun bir dilimi restoranlarda çox bahadır və evdə hazırlamaq daha sərfəlidir. Tiramisu'da dəyişiklik edərək içərisinə çiyələk istifadə elədim. Bunun üçün də buna lalənin tiramisusu deyirəm. Onu deyim ki, təkcə çiyələk ilə içərisində dəyişiklik eləməyib, mühalləbi hissəsində də dəyişiklik elədim və sizinlə bölüşəcəm. Mühallebini necə hazırladım, aşağı hissədə mütləq miqdarı ilə qeyd edəcəm. Desert çox asan hazırlanır. Sizlər də mütləq hazırlayın. Yemədən öncə 2 saat soyuducuda gözlədin. Yeyənlər çox bəyəndi, çox təriflədi. Əminəm ki, siz də hazırlasanız çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə indidən nuş olsun.
Gəlin evdə ən ləzzətli dönər necə hazırlanır bərabər baxaq. Mən bilirəm ki, fast foodu hər kəs çox sevir, xüsusilə də uşaqlar. Mənim də uşaqlarım çox sevdiyi üçün bu şəkildə dönəri evdə hazırlayıram və soyuducuda aylarla saxlaya bilirəm. İstənilən vaxtda isə sadəcə çıxarıb doğramaq, qızartmaq kafi edir. İstifadə etdiyim bütün ərzaqları açıqlama hissəsinə qeyd edəcəm. Sizdən xahişim bəyənməyi, yazmağı və çox sevsəz dostlarınızla bölüşməyi unutmayın. Bu üsulla hazırlayan hər kəsə nuş olsun. Bu çorbanın evinizdə sevilməsi üçün bir kərə hazırlamaq kifayətdir. Necə hazırladım? Gəlin bərabər baxaq. İlk olaraq kərə yağında unu qovurdum. Sonra isə toyuq suyunu əlavə edərək bir buram qaynatdım. Ardınca verməşil və ditdiyim toyuqları əlavə etdim. İndi isə qatıqlı hazırladığım sosu əlavə edirəm. Bu sosu necə hazırladım? Açıqlama hissəsində mütləq qeyd edəcəm. Ardınca ədviyyatlarını və xırda-xırda doğradığım cəfərini əlavə etdim. Bu o deməkdir ki, çorba hazırdır. Siz də hazırlayın və sevdiklərinizlə bərabər nuş edin. Əminəm ki, hazırladıqdan sonra mənə yorumlarda geri dönüş edəcəksiniz. Çox ləzzətlidir. Olduqca ləzzətli, qıyır-qıyır. Bayatlamayan buzluq çörəyi istəyirsinizsə doğru videoya baxırsınız. Bu videoda sizə çox gözəl bir reseptlə gəldim. Aşağı hissədən miqdarı mütləq qeyd edəcəm. Sizdən xahişim bəyənməyi, yazmağı və mütləq dostlarınızla bölüşməyi unutmayın. Bu reseptin özəlliyi nədir bilirsiniz? Əsla bayatlamır. Buzluqda saxlaya bilirsiniz. İndi də yaz aylarıdır, pikniyə gedəndə, dəniz kənarına gedəndə həmən çıxarın, 15 dəqiqə airfryerdə qızdırın və yanınıza alıb götürün.